Xərçəng. Bugün sizin üçün ilham verici və məhsuldar başlayacaq. Səhər saatlarından etibarən zehniniz daha aydın işləyəcək, uzun müddətdir sizi düşündürən məsələlərə yeni və effektiv yanaşmalar tapacaqsınız. Ən əsası isə bir müddət azalmış özünə inamınız yenidən bərpa olunacaq və bu, bütün gününüzə müsbət təsir göstərəcək. Özünüzə güvəndikcə qərarlarınız da daha dəqiq və cəsarətli olacaq. İntuisiyanız bugün xüsusi güclü olacaq və sizi demək olar ki, yanıltmayacaq. Əvvəllər mürəkkəb və çıxılmaz görünən məsələlərin həlli birdən-birə aydınlaşa bilər. Siz hadisələrin inkişaf istiqamətini əvvəlcədən hiss edəcək, riskləri düzgün qiymətləndirəcək və ən doğru yolu seçə biləcəksiniz. İnsanların niyyətlərini anlamaq, onların sizdən nə gözlədiyini hiss etmək də asanlaşacaq, bu da həm işdə, həm də şəxsi münasibətlərdə sizə üstünlük qazandıracaq. Bugün uzun müddətli planlar qurmaq üçün son dərəcə əlverişlidir. Gələcəklə bağlı düşündüyünüz məsələlər daha real və konkret forma alacaq. Planlarınız təkcə arzulara deyil, məntiqli hesablamalara və düzgün qiymətləndirmələrə əsaslanacaq. Bu da onların həyata keçmə ehtimalını xeyli artırır. Əgər yeni layihə başlamaq, istiqamət dəyişmək və ya həyatınızda mühüm qərar vermək istəyirsinizsə, bunu təxirə salmaq üçün heç bir səbəb yoxdur. İş sahəsində də uğurlu irəliləyişlər mümkündür. Sizin məsuliyyətli yanaşmanız və detallara diqqətiniz rəhbərlik tərəfindən fərq edilə bilər. Həmkarlarınızla əməkdaşlıq da səmərəli olacaq, çünki siz onları düzgün istiqamətləndirə və ümumi məqsəd ətrafında birləşdirə biləcəksiniz. Əgər liderlik tələb edən vəziyyət yaranarsa, siz bunu uğurla idarə edəcəksiniz. Maliyyə məsələlərində də düzgün qərarlar vermək şansınız yüksəkdir. Pul vəsaitləri ilə bağlı planlama aparmaq, qənaət strategiyası qurmaq və ya gələcək investisiyalar barədə düşünmək üçün uyğun zamandır. Bugün verilən qərarlar gələcəkdə sizə sabitlik və rahatlıq gətirə bilər. Şəxsi münasibətlərdə isə səmimiyyət və anlayış ön plana çıxacaq. Yaxınlarınızla daha dərin və mənalı söhbətlər etmək imkanı yaranacaq. Sizin həssas və diqqətli yanaşmanız münasibətləri daha da möhkəmləndirə bilər. Subay xərçənglər üçün isə maraqlı və taleyüklü bir tanışlıq ehtimalı istisna deyil. Günün sonunda özünüzü həm daxili olaraq balanslı, həm də gələcəyə daha inamla baxan biri kimi hiss edəcəksiniz. Bugün sizə göstərir ki, doğru anda özünüzə güvəndikdə və daxili səsinizi dinlədikdə ən mürəkkəb yollar belə sizin üçün aydınlaşır.